Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə Matadoran deyilən ərazidə, geniş olan bir məhəllədə 4 otaqlı bir həyət evimiz satışa çıxıb, hardasa təxmini 6 sotun içindədir. Demək, hörmətli izləyicilər, nəzərinizə çatdırım, 2 dənə darvaza yer hissəsi var, yola çıxışı var. Biri düz trasa baxır, yola yaxındır. Bir də bu məhəllənin içindədir. Plus, evin qabağında belə məhəllə içində bir obyekti var. Hal-hazırda ev sahibi buranı istifadə eləmir, amma kim alsa buranı düşən kimi istifadə eləyə bilərlər. Keçən də evin həyəti ilə, bacasından bir də evin özü ilə tanış olağın. Ətraflı sizə bütün ev haqqında təqdimatda göstərəcəm. Ev, nəzərinizə çatdırım, çoxdan tikişi bir evdir. Evin kosmetik xərcə ehtiyacı var, bunu nəzərinizə çatdırım. Amma ev demək olar torpaq qiymətinə torpaq kimi satılır. Yəni yeri yaxşı yerdir, şəhərə çıxma hissəsi var. Ev haqqında içinə arıza tanış olacaq. Əsas odur ki, birinci evin də bir üstünlüyə, torpağın üstünlüklərini sizə nəzərinizə çatdırım. Demək, qalxırıq buradan yuxarı. Bax, hörmətli izləyicilər, bax, qalxan kimi, gördüyünüz kimi, dalında arxasında, evin arxasında bax, belə bağ-bağça var. Bir dənə evin yeridir bura, hal-hazırda. Bunu nəzərinizə çatdırım, ayrıca da bir torpağı var. Bar verən meyvə ağaclarıdır. İndi sizə bir yolu göstərim. Görün nə qədər yola yaxındır. Çıxdı, bu da arxa yoladır. İndi bunların ətraflı sizin məlumatsız nəzərinizə çatdırırım. Baxın, hörmətli izləyicilər, düz 20 yanvara gedən yoldur. Baxın, bir də burada bir yol var, 2-ci dərəcəli yoldur. Əsasda tras oradır, yuxarıda. Yəni evin yola yaxınlıq sizin nəzərinizə çatdırıram ki, marşrutlara, yəni üzü 20 yanvar üçün tam rahatdır. Gələndə də belə üzü o tərəfdən də keçirsən, buradan da keçirsən. Gəldiniz o körpünü yav. Demək, o binalar var ya orada. Həmin binaların yanından fırlanıb gəlib qalxsın belə. Yəni hər tərəfli yolu var buranın. Keçən indi Greenville binaların yanından rahat gəlmək olur. Körpün altında fırlanırsınız, bir də qalxırsınız bura. Çox rahatdır. Keçək indi, hörmətli izləyicilər, evin içinə. Yəni, bura əslində torpaq kimi demək olar. Satılır, yeri də gözəl yerdir, bahalı yerdir. 20 yanvarı 1 dəqiqə, 2 dəqiqə oradasın maşınla. Marşına da çıxmağı rahatdır. 20 yanvara rahat 1 dəqiqə oradasın, 2 dəqiqə. Yəni çox rahatdır. Bu hissəsi də yenə gördüm. Bir evin yeri buradır, bir evi də elə bir o tərəfə tikilib. 2 yerə çıxışı var. Yəni bu torpağın üstünlüyü oradadır. Keçən evin özündən tanış olaq. Evi düzdür, təmirə ehtiyac var. Böyük evdir, otaqlar genişdir. Ev köhnə dədə-baba evlərdəndir. Keçən indi adətən bura, hörmətli izləyicilər, buranı satan elə bir demək olar torpaq satır. Buradan girən kimi böyük bir 35-40 kvadratlıq zaldır. Geniş bir zaldır. Nəzərinizə çatdırım ki, yəni hər şey qaydasında. Demək, burada 2 yerdən çıxışı var. Burada sanuzellə mətbəxə 2 yerdən çıxışı var. Bura santar qovşadır, burada hamamdır. Ora santar qovşanı çək, zəhmət olmasa. Təmirə ehtiyac var. Yəni, bunları siz nəzərinizə çatdırırım, hörmətli izləyicilər. Yenə də evimi də göstərim ki, kiməsə belə uyğun ola bilər. Burada sanuzelli belə təmirə ehtiyac var. Buradan keçirib 2 tərəfdən giriş var mətbəxə. Bu hissə mətbəx hissəsidir. Gəl. Mətbəxə də, hörmətli izləyicilər, bax, zal hissə var, indi bax, buradan girdik, oradan çıxdıq, baxın, bax, bu hissədən keçdik, belə çıxdıq, amma əslində zala çıxdıq. İndi burada 2 dənə də böyük otaqlar var, yəni burada. Gəlir, burada böyük bir otaqdır, harcı 20 kvadrat, 30 kvadratlıq burada bir böyük yataq otağıdır, 5-in 6-ya. Baxın, hörmətli izləyicilər, gəlin bura, 30 kvadratlıq bir yataq otağıdır burada, 5-in ardası 6-ya. Eyni kvadratda oradadır. Otaqlar geniş dəqiqətən. Yəni, yerdə də ərazidə də nəmişlik yoxdur. Yəni, bu ərazi quru ərazidir. Bunu nəzərinizə çatdırım. Yəni, burada haradasa 4, yəni bu biraz 25 kvadrat olar. 30 da olmasa bu biraz balacadır. 25 kvadrat. Hər otaqlarında da tam rahat evin içine işıq düşür.
Hörmətli izləyicilər, nə var hamısı sizin nəzərinizə çatdırdım. Demək 1, ikinci otaq, 2-də də belə otaqlar zalı açılır. 4 otaqdır. Yəni bunu nəzərinizə çatdırım. Otaqlar da geniş, ürəkaçan. İndi tikilən budur, olan budur, hörmətli izləyicilər. Əslində bura torpağına görə, yerinə görə qiyməti var. Bunu nəzərinizə çatdırım. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Zəng vuran zaman kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti stat qiymət kimi torpaq içində, ev içində 150 mindir. Yəni iki tərəfə çıxışı var. Torpağın üstündə görə bu ev qiymət deyilir, hörmətli izləyicilər. Real alıcı olsa endirimi birbaşa sahibindən görüşəcəksiniz. İndirim olmalı olacaq. Reallığa gələn bir müştəri olsun, gəlsin oturaq söhbət edək, ev sahibindən görüşəcəm. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.